Mik testindən həmdi sözlərə aid testlərdən 5-ci sual. Uyğunluğu müəyyənləşdirin. Şəhərin və ətraf kəndlərin əhalisi xalça, parça, kəndir toxunmasında, habelə müxtəlif naxışlarda istifadə edilən rəngbərəng yun saplar əyrir, xalçalar toxuyurdular. Deməli, bizdən nə tələb eləyir? Nümunəsində işlənmiş, yəni nümunədə işlənmiş üzvlərdən həmdiz üz kimi çıxış etmişdir, həmdiz üz kimi çıxış etməmişdir. Biz indi bunları müəyyənləşdirməli. Bu baxımdan gəlin biz bunları təhlil edək. Sintak təhlil lazım bizə mütləq şəkildə. Nə edirlər? Toxuyurdular. Kim? Şəhərin və ətraf kəndlərin əhalisi. Nəyi toxuyurdular? Xalçaları. Nə edirlər? Əyrilirdi. Kim? Şəhərin və ətraf kəndlərin əhalisi. Deməli, həmdiz xəbərlərimiz var. Nəyə əyrirdi sapları? Hansı sapları? Yun sapları. Hansı yun sapları? Rəngbərəng yun sapları. Hansı rəngbərəng yun sapları? Xalça, parça, kəndir toxunmasına istifadə edilən. Xalça toxunması istifadə edilən yun saplarıdır. Ora daxildir. Habelə müxtəlif naxışlarda istifadə edilən, onda daxildir. Yəni bunların hamısı bir yerdə təyin olur və söz birləşməsinin, yəni fe'li sifət tərkibini istifadə edilən anın burada fe'li sifət tərkibi yaradıbdır. Deməli, burada həmdislərdə bir dənə xəbər var. Həmdis xəbərlərimiz var. Digərləri, baxın, həmdis xəbərləri işarə edilən həmdis xəbərlərdir. Təyinlər həmdis deyil, qeyri-həmdis təyinlərdir. Təyin burada təyini təyin edir. Misal üçün, xalça, parça, kəndir toxunmasında, habelə müxtəlif naxışlarda istifadə edilən təyin elifdir nəyi? Rəngbərəngi təyin elifdir. Rəngbərəng nəyi təyin elifdir? Yunu təyin elifdir. Yun özü nəyi təyin elifdir? Yun da sapları təyin edibdir. Deməli, indi artıq variantlar üzrə baxaq. Mübtəda həmdis üzvlər kimi çıxış etmişdir. Mübtəda həmdis üzv deyil burada. Mübtədanın həmdis, bir dənə mübtəda var. Xəbər, bəli, həmdis xəbərimiz var. Tamlıq ümumiyyətlə var, amma həmdis deyil. 2 dənə tamlıq var, xalçalar, bir də saplar. Təyinimiz var, amma həmdis deyil. Qeyri-həmdis təyindir. Zəflik ümumiyyətlə yoxdur. Zəflik ümumiyyətlə yoxdur. Həmdis üzv kimi çıxış etməmişdir. Çünki nümunədə işlənmiş üzvlərdən söhbət gedir burada. Çıxış etməmişdir. Mübtəda çıxış etməyibdir. Xəbər çıxış edibdir. Bunu götürmürük. Tamamlıq çıxış etməyibdir. Təyin çıxış etməyibdir. Zəflik ümumiyyətlə yoxdur. Yenə deyirəm, nümunədə işlənmiş üzvləri nəzərdə tutaraq deyir bizə. Deməli, həmdis üz kimi çıxış etmişdir kateqoriyasından biz 2-ni götürürük. Həmdis üz kimi çıxış etməmişdir kateqoriyasından 7-ni götürürük, 8-i götürürük, bir də 9-u götürürük. Daha doğrusu xəbər həmdis üz kimi çıxış etmişdir. Burada mübtəda həmdis üz kimi çıxış etməmişdir. 6-nı, 8-i, 9-u götürürük. Deməli, 6, 8, 9, cavabımız C variantı. 2, 6, 8, 9. Xəbər həmdis üzdür. Burada amma yazır ki, həmdis üz kimi çıxış etməmişdir.